Təsəvvür edin, dərindən nəfəs alırsınız, otağınızdakı meybelin yerini müəyyən bir qaydaya uyğun dəyişirsiniz. Aha, xoş bir mənzərədir. Hə, və kimsə sizi inandırır ki, məhz bu sadə hərəkətlərlə, yəni həyatınızdakı bütün maddi çətinlikləri, sağlamlıq problemlərini, hətta uğursuzluqları həll edəcəksiniz. Çox cəlbedici də elə deyilmi? Əlbəttə, sanki kimsə sizə kainatın, necə deyərlər, gizli idarə etmə pultunu təqdim edir. Amma sən demə, müasir dövrün ən populyar sağlamlıq və şəxsi inkişaf trendləri olaraq bizə təqdim edilən bu üsullar əslində elmi qablaşdırmaya qoyulmuş qədim inanc sistemləridir. Və bu, yəni bugün milyonlarla insanın fərqində belə olmadan içinə çəkildiyi çox böyük bir sənayədir. Düzdür. Biz çox vaxt stres atmaq, rahatlamaq və ya hansısa fiziki ağrımızdan qurtulmaq üçün bu cür praktikaların arxasınca gedirik. Amma dərinə indikdə görürük ki, bu sadəcə bir nəfəs məşqi və ya idman hərəkəti deyil. Bəs? Özündə tamamilə fərqli bir dünya görüşünü, fəlsəfəni ehtiva edir. Məhz buna görə də bugünkü dərin araşdırmamızda biz o parlaq, cəlbedici qablaşdırmanın altında əslində nəyin yatdığını təhlil edəcəyik. Bugünkü mənbəmiz Professor Salih İbn Əbdüləziz Sindinin müəllifi olduğu kitabçadır. Hansı ki, Sahib Əsədov tərəfindən dilimizə tərcümə edilib. Bəli, adı da belədir. Enerji fəlsəfəsi, həqiqət, yoxsa xəyal. Bu, olduqca tənqidi və mən deyərdim ki, sarsıdıcı bir mənbədir. Tamamilə. Bizim bu analizdə məqsədimiz heç də kiminsə tərəfini tutmaq deyil. Biz sadəcə müəllifin ortaya qoyduğu iddiaları araşdıraraq, yoga, feng shui, reiki və xüsusilə cazibə qanunu kimi populyar təlimlərlə İslamın ən təməl inancı olan tövhid, yəni tək Allahlıq arasındakı kəskin ziddiyyətləri ortaya çıxaracağıq. Və mən əlavə etmək istərdim ki, niyə bu sizi maraqlandırmalıdır? Çünki hamımız bu və ya digər şəkildə inkişaf etmək istəyirik və tez-tez bu cəlbedici şəfa üsulları ilə qarşılaşırıq. Hə, hər yerdə qarşımıza çıxır reklamları. Düzdür. Amma müəllifin də diqqət çəkdiyi ən vacib nöqtə budur məsələ. Fizika elminin gerçək qanun uyğunluqları ilə insanın mənəvi illüziyaları arasındakı o incə çizgini görə bilməkdir. Aha. Çünki bugün fərqli, müasir və bəzən də elmi səslənən adlar altında təqdim olunan bu təlimlərin kökü əslində çox qədim şərq dinlərinə dayanır. Yaxşı, gəlin bunu bir qədər açaq. Biz bu vədlərə adətən sadəcə stres atmaq üçün gəlirik. Siz mənbəyə əsaslanaraq dediniz ki, bu praktikaların səhnə arxasında qədim dinlər dayanır. Bəli. Bəs bu təlimlərin təməlində duran, o görünməyən əməliyyat sistemi əslində nədir? Burada ən heyrətamiz məqam odur ki, kitabçaya görə bu enerji təlimləri istər əllə şifa verdiyini iddia edən Reiki olsun, istər prana, istərsə də Qigong, heç biri müstəqil idman növü deyil. Yəni sadəcə fiziki hərəkət deyillər. Xeyr. Müəllif iddia edir ki, bu təlimlərin mənşəyi birbaşa Hinduizm, Buddizm və Taoisizm kimi bütpərəst fəlsəfələrdən qaynaqlanır. Onların təməlində isə iki çox mühüm fəlsəfi konsept dayanır. Hansılardır onlar? Hülul və vəhdətül vücud. İndi bu terminlər bəlkə də çoxumuza yad gələ bilər. Gəlin bunları sadələşdirək dinləyicilərimiz üçün. Təbii. Deməli, hülul, qısaca olaraq, ilahinin, yəni yaradanın, yaradılmışların içinə daxil olması, onlarda təcəlli etməsi inancıdır. Aha. Vəhdətül vücud isə varlığın birliyi deməkdir. Yəni, kainatda gördüyünüz hər şey, ağaclar, daşlar, ulduzlar, insanlar, hamısı eyni ilahi cövhərin, eyni mütləq enerjinin bir parçasıdır. Yəni mənbəyə görə bu fəlsəfə hər şeyi bir sayır. Düzdür. Bu fəlsəfəyə görə yaradanla yaradılmış arasında heç bir sərhəd, heç bir fərq yoxdur. Sən kainatla bir bütünsən. Yaxşı, indi isə gəlin bunu bir analogiya ilə izah edək. Təsəvvür edin ki, siz ən son model çox cəzbedici bir smartfon alırsınız. Hə, çox gözəl misaldır. Ekranı möhtəşəmdir. Xaricdən, yəni o fiziki hərəkətlər və rahatlama vədləri çox göz oxşayır. Amma onu evə gətirib menyusuna daxil olanda fərqinə varırsınız ki, onun daxili əməliyyat sistemi sizin evinizdəki şəbəkəyə, yəni tövhid kimi təməl inanc sisteminizə tamamilə ziddir. Aha, üst-üstə düşmür. Bəli, çünki tövhid inancı yaradanla yaradılanı qəti şəkildə ayırır. Allah xaliqdir, biz isə məxluquq. Biz eyni cövhər ola bilmərik.
Və siz o yeni smartfonu öz şəbəkənizə qoşmağa çalışdıqca bütün sisteminiz çökür. Tam olaraq belədir. Və sizin bu sisteminizin necə çökdüyünü anlamaq üçün kitabçanın tərcüməçisinin ön sözdə yazdığı Azərbaycan reallığına dair qeydlərə baxmaq kifayətli. Nə deyir orada? Orada çox vacib bir mexanizm izah olunur. Bildirilir ki, yerli təlimçilərin çoxu bu praktikaların o dediyimiz vəhdətül vücud tərəfini əvvəlcə gizlədirlər. Yəni sənə dərhal demirlər ki, sən kainatla birsən. Xeyr, qətiyyən. Siz sıravi bir vətəndaş olaraq kursa gedirsiniz, sadəcə fiziki dartınma hərəkətləri edirsiniz, amma irəli səviyyələrə keçdikcə sizə yavaş-yavaş kainat enerjisi ilə birləşmək, mütləq olanla eyniləşmək, mantralar oxumaq təlqin olunur. Maraqlıdır, yəni sən sadəcə belinin ağrısı üçün getdiyini düşünürsən, amma addım-addım tamamilə başqa bir əqidənin rituallarını icra etməyə başlayırsan. Bəli, baxmayaraq ki, fərqində deyilsən. Bizi dinləyən kimsə indi haqlı olaraq düşünə bilər. Axı mən o fəlsəfəyə inanmıram, sadəcə bədənimi əsnədirəm. Bunun nə zərəri var? Aha, çox verilən sualdır bu. Amma müəllifin gətirdiyi arqument ondan ibarətdir ki, bu hərəkətlərin özü onsuz da o inancı bədənlə ifadə etmək üçün dizayn edilib. Yəni sən fərqində olmasan da o əməliyyat sistemi arxa planda işləməyə davam edir. Düzdür, bədən dili ilə inancı təsdiqləyirsən bir növ. Bəs yaxşı, əgər bu fəlsəfəyə görə kainat bütövlükdə ilahidirsə və hər şey bir cövhərdəndirsə, o zaman insan da öz-özlüyündə bir növ ilaha çevrilmirmi? Bəli, bu çox məntiqi bir nəticədir. Bu bizi kitabın ən kəskin hissələrindən birinə, insanın ilahiləşdirilməsi məsələsinə aparır. Və bu, müəllifin ən çox həyəcan təbili çaldığı təhlükələrdən biridir. Enerji fəlsəfəsi və xüsusilə də cazibə qanunu konsepti insana elə bir güc nisbət edir ki, insan sanki taleyinin mütləq yaradıcısına çevrilir. Yəni hər şeyi özümüz edirik deyirlər. Bəli, kitabda batini ağıl, yəni şuuraltı anlayışının necə dekonstruksiya edildiyini görürük. Bu təlimlər iddia edir ki, insanın şuuraltısı hər şeyə qadirdir. Niyyətin qüvvəti ilə sən kainatdakı hadisələri, əşyaları idarə edə bilərsən. Kitabdakı sitatlara baxın, sən heç bir sərhəddə olmayan mütləq qüdrət sahibsən və ya biz maskalı ilahlarıq. Maskalı ilahlarıq. Çox iddialı sözdür. Bəli, yəni əslində sən kənarda axtardığın o yaradıcı gücün elə özüsən demək istəyirlər. Məsələ məhz burada həqiqətən maraqlı hal alır. Amma bir dəqiqə, gəlin məsələyə biraz fərqli, modern bir pəncərədən baxaq. Buyurun. Psixoloqlar, fərdi inkişaf mütəxəssisləri həmişə bizə müsbət düşünməyin, özümüzə inanmağın, vizuallaşdırmanın vacibliyini deyirlər. Aha, pozitiv psixologiya. Bəli. Axı, pozitiv olmaqda, qarşıma məqsəd qoyub mən bunu bazararam deməkdə nə pislik ola bilər? Bəs müəllif niyə bunu bu qədər təhlükəli, hətta inanca zid görür? Bu sadəcə pozitiv düşüncə deyilmi? Bu, ortaya çox vacib bir sual çıxarır və inanın mənə, ən çox qarışdırılan nöqtə də elə budur. Yəni, fərqi nədir bunların? Müəllif bu qarışıqlığı çox ustalıqla aydınlaşdırır. O deyir ki, sən çalışıb, əlindən gələni edib, Allaha qarşı gözəl ümidlər bəsləyirsənsə, ki, buna İslamdakı terminologiyada Allaha hüsnü zənn etmək deyilir, bu çox gözəldir və inancın tələbidir. Yəni, ümidli olmaq lazımdır onsuz da. Əlbəttə. Amma cazibə qanunu bunu demir. O deyir ki, mən öz qədərimin yaradıcısıyam. Mənim fikrim kainatın gedişatını idarə edir. Sən mütləq qüdrət sahibsən. Bax, xətt məhz burada pozulur. Aha, yəni pozitiv psixologiya mənə daxili motivasiya verir, amma cazibə qanunu mənə kainatı manipulyasiya etmək gücü vəd edir. Tamamilə elədir. Mənbəyə görə bu yanaşma İslamdakı iki təməl dirəyi məhv edir. Birincisi, qədərə iman, yəni kainatda hər şeyin Allahın elmi və iradəsi daxilində baş verməsi. İkincisi nədir? İkincisi isə təvəkkül. Yəni, sən səbəblərdən tutunursan, işini görürsün, amma nəticəni yalnız Allahdan gözləyirsən. Əgər sən öz şuuraltınla reallığı yarada bilirsənsə, deməli artıq Allaha, onun iradəsinə ehtiyacın qalmır. Bu da insanı şirkə, yəni Allaha şərik qoşmağa aparır, mənbəyə görə. Bəli, müəllifin əsas xəbərdarlığı budur. Və mənə elə gəlir ki, bu illüziyanın çox ağır bir psixoloji bədəli də var. Düşünün,
sən kiməsə deyirsən ki, sən kainatı idarə edirsən. Aha, O insan qəfil bir xəstəlik tapanda, yaxud əziz birini itirəndə nə baş verir? Cazibə qanunu faktiki olaraq zərər çəkəni günahlandırır, çox düzgün vurğuladınız. deyə kainat sənə bunu göndərib. Bu necə də ağır, necə də əzici bir yükdür. Dəhşətli bir günahkarlıq hissidir bu. İnsan hər şeyi kontrol edə biləcəyini düşünür. Amma həyatın reallıqları qarşısında o illüziya qırılanda çox böyük bir depressiyaya, boşluğa düşür. Əla bir nöqtəyə toxundunuz. Məhz buna görə müəllif bunu sadəcə inanc problemi deyil, həm də psixoloji bir illüziya, uçurum adlandırır. Bəs təvəkküldə fərq nədir? Təvəkkül inancında isə sən bilirsən ki, sən zəifsən. Xəstəlik də, bəla da bir sınaqdır. Sən əlindən gələni edib, nəticəni mütləq gücə buraxırsan. Bu səni o depressiv yükdən azad edir. Çox rahatladıcıdır əslində. Yaxşı, əgər bu fəlsəfə bütpərəst inanclara və qeyri-real iddialara söykənirsə, o zaman niyə bugün bu qədər savadlı, müasir insan buna elmi bir həqiqət kimi inanır? Bax, bu ən maraqlı suallardan biridir. Fikir vermisinizsə, bu təlimçilər həmişə kvant sahəsi, tezliklər, müsbət və mənfi enerji kimi çox ciddi, elmi səslənən terminlərdən istifadə edirlər. Yəni ortada bir, necə deyərlər, elm pərdəsi var. Bəs kitab bu pərdəni necə qaldırır? Kitabda bu məsələ çox kəskin şəkildə psevdo-elm, yəni saxta elm olaraq adlandırılır. Çünki onlar əsl elmin, xüsusilə də fizikanın terminlərini götürüb, tamamilə adiyyəti olmayan mistik fəlsəfələrə calayırlar. Yəni fizikanı manipulyasiya edirlər. Bəli. Gəlin çox sadə bir faktı xatırlayaq. Fizika elmində enerji anlayışının tərifi nədir? İş görmə qabiliyyəti. Düzdür. Enerji iş görmə qabiliyyətidir. Bizim bildiyimiz istilik, kinetik, potensial və ya elektrik enerjisi. Bəli, yəni məktəb vaxtı laboratoriyada öyrəndiyimiz, ölçülə bilən, qanunları olan o klassik enerji. Düzdür. Amma o fizikadakı enerjinin sənin yataq otağında oturub xəyalındakı lüks avtomobili sənə cəzb etmək kimi bir funksiyası yoxdur. Bir düstür yoxdur yəni. Yoxdur. Müəllif istehzalla qeyd edir ki, əsl fizika elmində müsbət enerji və ya mənfi enerji anlayışının insan taleyi, psixologiyası və ya kainatın bizə qarşı münasibəti ilə zərrə qədər də əlaqəsi yoxdur. Aha. Bir təlimçi çıxıb sənin tezliyini aşağıdır, ona görə kasıbsan deyəndə, o əslində elmdən danışmır, elmin geyimini geyinmiş mistikadan danışır. Bütün bunlar nə anlama gəlir? Siz bəlkə də düşünürsünüz ki, amma mən filan otağın mebelini feng shui qaydasına görə dəyişdim və doğrudan da özümü enerjili, xoşbəxt hiss etməyə başladım. Buna nə ad verək? Çox tez-tez eşitdiyimiz bir arqumentdir bu. Bəli, yəni insanlar bunun işə yaradığını gözləri ilə gördüklərini iddia edirlər. Mənbə bu təzadı necə izah edir? Burada kitab bizi insan psixologiyasının ən zəif nöqtələrindən biri ilə tanış edir. Bu, elmdə məntiq xətası olaraq bilinir. Biz bunu Azərbaycan dilində səbəb-nəticə illüziyası və ya yalançı səbəbiyyət xətası adlandıra bilərik. O necə işləyir? Kitabın müəllifi bunu izah etmək üçün kəndli və dəvə misalını çəkir, hansı ki vəziyyəti çox aydın göstərir. O hekayə əslində bu məntiq xətasının necə işlədiyini göstərən ən yaxşı vizualdır. İstəyirsinizsə birlikdə danışaq o misalı. Əla olar. Deməli, təsəvvür edin, ucqar bir kənddə yaşayırsınız və həyatınızda heç vaxt dəvə görməmişsiniz. Bəli, tamamilə yad bir canlıdır. Və bir gün kəndə bir karvanla dəvə gəlir. Və tamamilə təsadüfən o dəvənin gəldiyi günlərcə kənddə çiçək xəstəliyi yayılmağa başlayır. Baxın, məhz burada məntiq xətası işə düşür. Kəndlilər heç bir tibbi biliyə malik olmadıqları üçün dərhal iki hadisəni birləşdirirlər. Deyirlər ki, bu xəstəlik o qəribə heyvan gələndən sonra başladı. Deməli, bizi xəstələndirən dəvədir. Halbuki dəvə ilə çiçək virusu arasında heç bir bioloji əlaqə yoxdur. Qətiyyən. Sadəcə iki hadisə eyni vaxtda təsadüf edib. Mükəmməl izahdır. İndi bunu bugünkü həyatımıza tətbiq edək. Kimsə feng shui fəlsəfəsinə uyğun olaraq otağında küncü xüsusi bir enerji daşı qoyanda və ya qoluna o bahalı bilərziklərdən taxanda özünü yaxşı hiss edir. Niyə? Çünki o qədər inanıb ki, psixoloji olaraq özünü rahatladır. Bu, tibdəki plasebo effektidir. Adam elə zənn edir ki, otaqdan mənfi kosmik enerji çıxdı. Halbuki bu, eyni ilə xoruz banladığı üçün günəşin çıxdığını zənn etmək kimidir.
Ortada heç bir gerçək səbəbiyyət əlaqəsi yoxdur. Və bir insan bu plasebo effektinə qapılanda, əmin olun ki, həmişə kimsə bunu pula çevirməyə, necə deyərlər, monetizasiya etməyə hazır gözləyir. Pul həmişə o boşluqları tapır. Bəli. Bu da bizi bu təhlilimizin ən sinik, ən reallıqla üzləşdiyimiz hissəsinə gətirib çıxarır. Əgər bu təlimlərin dini əsası yoxdursa, elmi qanunlara ziddirsə və sadəcə insan psixologiyasının plasebo effekti ilə işləyirsə, necə olur ki, bugün bu qədər nəhəng bir sənayeyə çevrilib? Çünki çox gəlirlidir. Bəli, insanlar niyə bunun üçün minlərlə manat pul xərcləyirlər? Gəlin məsələnin bu kommersiya tərəfinə, illüziya ticarət adlandıra biləcəyimiz hissəsinə baxaq. Bunu daha böyük mənzərə ilə əlaqələndirsək, görərik ki, bu sənaye insanların ən böyük qorxuları və ən dərin arzuları üzərində qorunub. Aha. Kitabın müəllifi burada o qədər ironik və sadə bir arqument gətirir ki, bunun qarşısında həqiqətən nə isə demək çətindir. Nədir? Bu, cazibə qanunu müəllimlərinə, kainatdan bolluq istəyən təlimçilərə səslənir. Deyir ki, əgər siz doğrudan da sadəcə düşünməklə, müsbət tezliklər yaymaqla kainatdan sərvəti, pulları özünüzə cəzb edə bilirsinizsə, o zaman niyə insanlardan öz kurslarınız, seminarlarınız və kitablarınız üçün bu qədər astronomik məbləğlərdə pul tələb edirsiniz? Doğrudan da. Çox məntiqli sualdır. Müəllif soruşur ki, niyə saatlarla dərs keçib əziyyət çəkirsiniz? Çəkilin bir kənara, kainata güclü bir sərvət siqnalı göndərin və o milyonlar sizin bank hesabınıza gəlsin də. Bəli, bu qədər sadə bir sual bütün o sistemi deşib keçir. Sən mənə sübut etməyə çalışırsan ki, zehninlə dünyanı idarə edirsən, amma mənim cibimdəki 100 manata möhtacsan ki, mənə seminar keçəsən. Tam olaraq. Kitabda qeyd olunan bir detal da mənim çox diqqətimi çəkdi. Bəzi müəlliflər kitablarının arxasına belə bir xəbərdarlıq yazırlar. Əgər bu kitabı qeyri-qanuni yolla, məsələn, internetdən pulsuz yükləsəniz, cazibə qanunu sizin üçün işləməyəcək. Ola bilməz. Ciddi yazırlar bunu. Bəli, yəni kainatın o əzəmətli, sirli enerjisi, işini gücünü atıb sənin bu kitaba qəbz kəstirib-kəstirmədiyini yoxluyur. Bu artıq inanc da deyil, açıq-aşkar şantaj və kommersiya manipulyasiyasıdır. Və bu manipulyasiyanın fəsadları sadəcə maliyyə itkisi ilə yekunlaşmır axı. Başqa nə zərəri var ki? Müəllif xəbərdarlıq edir ki, bu çox dərin bir mənəvi uçurumdur. Siz o bahalı kurslardan sonra minlərlə pul verib, fen şuy daşları, uğur bilərzikləri, mənfi enerjini qovan xüsusi kristallar alırsınız. Aha. Kitabça bunu qədim dövrlərdəki tivale, yəni ərəblərin qorunmaq və ya cadu məqsədi ilə boyunlarına asdıqları amuletlərlə eyniləşdirir. İslam inancına görə faydanı və ya zərəri Allahdan deyil, o cansız daşdan, bilərzikdən gözləmək şirkdir. Yəni inancın özəyini zədələməkdir. Mən deyərdim ki, bunun həm də çox konkret bir fiziki təhlükəsi var. Sağlamlıq baxımından. Bəli. İnsan xəstələndikdə, xüsusən də ağır xəstəliklərdə gerçək səbəblərdən, yəni rəsmi tibbə müraciət etməkdən və ya şəriətin icazə verdiyi normal dualardan imtina edir. Çox vaxt belə olur. Və başlayır xəstəliyin səbəbini mənfi enerjidə, şəfasını isə hansısa çakra açma ritualında axtarmağa. Nəticədə insan həm fiziki sağlamlığını gecikdirib məhv edir, həm də mənəvi inancını. Tam olaraq. Mənbədə çox maraqlı bir sosioloji təhlil də var bununla bağlı. Nə kimi təhlil? Müəllif qeyd edir ki, Qərb dünyasında bu cür fikirlərin populyarlaşması anlaşılandır. Çünki orada həddindən artıq maddiyyatçılıq böyük bir mənəli boşluq yaradıb və insanlar hər hansı bir ruhani təsəlliyə qaçırlar. Bəs bizdə, müsəlman cəmiyyətlərində? Lakin müsəlman cəmiyyətlərində bu təlimlərin yayılması daha sarsıdıcıdır. Niyə? Çünki yerli təlimçilər bu bütpərəst rituallarını cəmiyyətə sırmaq üçün niyyət, bərəkət, Allaha hüsnü zənn kimi müqəddəs dini sözlərdən istifadə edirlər. Yəni onları bizim öz anlayışlarımızla maskalayırlar. Bəli, onlar bütpərəstliyə İslam qiyafəsi geyindirirlər. Amma necə deyərlər, xəbis olan bir şeyə kosmetik əməliyyat etməklə o təmizlənmiş olmur. Çox aydın və sarsıdıcı bir mənzərədir doğrudan da. Beləliklə, bugünkü mənbələrə səyahətimizi yavaş-yavaş toparlasaq, Professor Sindinin kitabçasına əsasən gəldiyimiz nəticə budur. Aha. Bugün ətrafımızda eşitdiyimiz, müasir və bəzəkli sözlərlə bizə satılan enerji fəlsəfəsi əslində elmi terminlərlə kvant illüziyaları ilə maskalanmış şərq bütmərəsliyidir. Düzdür.
Bu sistem tamamilə kommersiya məqsədi güdür və ən təhlükəlisi İslamın təkallahlıq inancını, həmçinin qədər və təvəkkül kimi həyatı anlama prinsiplərimizi birbaşa məhv edir. Bəli, mənbənin əsas xülasəsi budur. O, əvvəlcə insanı uydurma bir ilaha çevirib qürurlandırır, sonra isə reallığın o sərt divarına çırpıb depressiyaya salır. Xülasə etmək lazım gəlsə tamamilə elədir. Və mənbə bizə bu illüziyaların əvəzinə çox aydın bir yol təklif edir. Nədir o yol? Gerçək səbəblərdən tutunmaq. Tibbi həkimdən, fizikanı alimdən öyrənmək. Və ən əsası, qəlbini cansız daşlara, uydurma vibrasiyalara deyil, yalnız yaradana bağlayaraq əsl mənəvi dincliyi tapmaq. Fikirlərimizin fonunda sizi belə bir düşüncə ilə baş-başa buraxmaq istəyirik. Buyurun. Biz modern dövrün insanları olaraq hər şeyi, kainatı, taleyimizi, qarşımıza çıxan hər bir kiçik hadisəni öz ağlımızla, öz enerjimizlə idarə etməyə çalışırıq. Bəlkə də insanın bugün bu qədər depressiv, stresli və narahat olmasının səbəbi elə budur. Maraqlı yanaşmadır. Çiyinlərimizə daşıya bilməyəcəyimiz qədər ağır bir kontrol yükü götürmüşük. Bəlkə də axtardığımız o əsl azadlıq və ruhi dinclik, hər şeyi idarə etmə illüziyasından bir dəfəlik əl çəkib, bu kontrolu dərin bir təvəkküllə əsl yaradana təslim etməkdədir. Bu, həqiqətən üzərində düşünməyə dəyər bir fikirdir. Bizə qoşulduğunuz üçün təşəkkür edirik. Gələn təhlillərimizdə görüşənədək. Özünüzə yaxşı baxın və illüziyalardan uzaq olun.